Yəni mən istənilən təkcə Azərbaycan, ümumiyyətlə istənilən futbolçunun mən yanındayım, onun arxasındayım. Mənim bugünə kimi olmayıb ki, hansısa bir futbolçunu, belə deyək də, futbolçunun inkişafını düşünməyim, daha yaxşı olmasını düşünməyim və yaxud onun yaşam tərzini düşünməyim və yaxud onun gələcəyini düşünməyim. Bugünə kimi belə hal, yəni ən zəif oynayan futbolçu belə, hətta ola bilər il ərzində bir dəfə, iki dəfə, üç dəfə meydana çıxan futbolçunun belə mən gələcəyini düşünmüşəm, oyunla danışmışam, söhbət eləmişəm. Mən yenə bir məşqçi kimi, yəni bir səbəb olaraq bunu atmıram ortaya. Sadəcə futbolçuların, insanların bir müəyyən yaş müddəti olur, müəyyən o belə daha populyar olan vaxtları olur. Orada gərək futbolçu insan daha məhkəm olmalı, daha xarakterli olmalıdır. Yəni axır vaxtlar yəni dediyim kimi həm təkliflər hansısa bir futbolçulara, həm ümumi yəni bu Elvini Elvindən danışaraq götürsək, orada oturma, burada otur, burada olma, orada ol, o çağırsın, bu çağırsın, o nə bilim veriliş, yəni belə həddindən çox danışılır və Çempionlar Liqasında turun oyuncusu oldu, yaxşı asistlər verdi. Yəni mən ümumiyyətlə futbolçulara çatdırıram ki, fərqi yoxdur, idmançı olsun, istənilən növ idmançı olsun. Yəni bir oyun və yaxud bir uğur bu demək deyil ki, sənin missiyan tamamlandı. Yəni burada bu klubdur, bu Qarabağ klubudur, burada yəni görürsün, məsələn, bir oyun, iki oyunu dursan, bir xal sənə mane olur, sənin nəticənə və yaxud bir məğlubiyyət sənin nəticənə mane olur. O demək deyir ki, mən iki oyun yaxşı oynamışam və yaxud Çempionlar Liqasında mən üç oyun ən yaxşı olmuşam, beşinci oyunu mən gəlim, vacib anda mən ən zəiflərdən olum. Vacib anda mən insafsızlıq eləyim. Bağışlama söhbətinə gəldikdə, mən belə, yəni, hələ ki, proses gedir, proses davam eləyir. Amma mən yenə deyirəm ki, bəzən mən həmişə futbolçularıma deyirəm ki,